xudmani, gözəl, qəşəng, səliqəli, bağ istəyirsən, şəxsi tikili tapmışam, hörmətli izləyicilər. Deməli, Şüvalan Mayak ərazisinin ən prestijli küçələrdə böyükbaş hamısı villalar. Bax, bağdır, xudmani, qəşəng. Gəlib alırsan, özü əşyalıdır, heç eləmirsən. Sakitcənə özün üçün dincəl. 6 sotdur, düzdür, biraz sotu biraz çoxdur, gəl bura. 7 sota yaxındır, amma sənətdə tam mülkiyyətdir, paket kupçadır. 7 sotdur, sənətdə 6 sot yazılıb. Bax, düzdür, hovuzumuz yoxdur. Amma ovuzsun, nə bilim, bisetkaysun, nə qədər istəyirsən burada torpağı var da, ağaçlar, yolka ağaçlar. Evimiz burada qabaqdadır. 2 dənədir ya, bir dənə sağ, bir dənə sol. Yəni, burada evdir. Gəl, buradan çıxaq bir dənə. Buradan çəkdin, görsətdin, gəl. Giriş qapısıdır, üstü bağlı naves, qaraj. 1, 2, 3 dənə maşın rahat girir. Bax, evimiz budur. Xudmani qəşəng. Gəl. Hamısı yolka ağaçlarıdır. Qaz, su, işıq, kommunallar hamısı var. Bax, mən sizə birinci buranı göstərəcəm. Yəni, burada, nə bilim, nə istəyən elə, bilyar, milyar, ev, otaq, ev, nə istəyirsən. Mətbəx kimi nəzərdə tutulub, ev sahibi buradan istifadə eləmir. Bir də sanuzeldir. Gəl bura. Burada həyətdə, bura qazanxanadır, burada sanuzeldir. Evin arxasında. Yəni, şəxsi tikili ev istəyənlər üçün də, istəyirsiniz şəxsi tikili ev olsun, nə bilim, həyəti olsun. Bu da sizə həyət. 6 sot. Tam əşyalı. 2 yataq otağı var. Bir də mətbəx, studiya. Çəkin həyətini göstərdiniz. Sakit, deyirəm sizə, Şüvalanın ən prestijli küçələrin birindədir. Yəni, gəldiniz, buranı gördünüz yerini. Deyərsiniz ki, yeri əla. Buyur. Deməli, bu ev, aşağıda qiymət yazmışam da, torpağın qiymətinə satılır. Ev, elə bir ki, havaya düşür sizə. Gəl. Giriş hissəsi. Bir dənə evdən, bayaq başdan deyim, narazılıq olmasın. Bir dənə, bax, bu götürüləcək. Qalan hamısı evdə qalacaq. Bax, belə.